Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 36 yaşlı İlkin sevgi münasibətində olduğu gün elə xəsarət yetirib. Hadisə ötən ilin mayın 22-sində baş verib. Salyan rayon sakini olan İlkin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı Günelin sifətinə əl ilə zərbə endirib. İlkinə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa zərər vurma ilə ittiham irəli sürülüb və özünü təqsirli bilib. Bildirib ki, Azərbaycan Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir və Günellə münasibətləri tələbə yoldaşlığından sevgi münasibətinə çevrilib. Onun sözlərinə görə Günelin xəyanət etdiyini düşünərək görüş təyin edib. Telefonundakı mesajlara baxdıqdan sonra başqa şəxslə münasibəti olduğunu öyrənib və əsəbləşərək ona şillə vurub. Zərər çəkmiş Günel isə bildirib ki, İlkin əvvəlcə ona şillə vurub, daha sonra yumruq zərbəsi endirib, nəticədə yerə yıxılıb və İlkin tərəfindən hədələnib. O hadisədən sonra polisə müraciət etdiyini deyib. Sabunçu rayon məhkəməsinin hökmü ilə İlkin aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.